Salam, mərkəzimizə xoş gəlmisən. Bilirik ki, bu günə qədər mərkəzi yalnız sosial şəbəkələrdə paylaşılmış qısa videolarda görmüsən. Amma bu dəfə YouTube izləyicilərimiz üçün çəkdiyimiz bu videoda səni mərkəzlə yaxından tanış edəcəyik. Hazırsansa, qısa turumuza başlayaq. İlk dayanacağımız qeydiyyat hissəsidir. Çünki bura daxil olan hər bir şəxs qeydiyyat hissəsində qarşılanır. Əgər görüşə bir qədər tez gəlmisənsə, burada gözləmə zalında əyləşərək rahat atmosferdə zövq ala bilərsən. Oturum burada. Necə istəyirsənsə. Qoy oturum, güya ki, kitab oxuyuram, bir də elə bir şey düşsün. Gözlə. Bu arada bu kadrları da qoyacağıq. Hə, qoyarsan da. İndi isə otaqların səsi düşür ha orada. Narahat olma. Tamam. İndi isə gəl otaqlarla yaxından tanış olaq. İlk otağımız şəfəq zalıdır. Otağa ilk girdiyimizdə hiss etdiyimiz şey rahatlıq və sakitlikdir. Mərkəzin ən böyük otağı olan şəfəq zalında fərdi seanslarla yanaşı, həmçinin master-klasslar, seminarlar və təlimlər keçirilir. Növbəti dayanacağımız isə balaca qonaqlarımız üçün hazırlanmış xüsusi otağımızdır. Bu oyun otağıdır. Gəlin oyun otağı ilə yaxından tanış olaq. Oyuncaqlar, inkişaf etdirici materiallar və təhlükəsiz mühit uşaqları burada daha rahat hiss etdirir. Burada müxtəlif kitablar və tapşırıqlar var. Növbəti dayanacağımız isə balans otağıdır. Adından da bəlli olduğu kimi, burada məqsəd daxili tarazlığı tapmağa dəstək olmaqdır. Balans otağında fərdi seanslar keçirilir, eyni zamanda uşaqlar üçün qum terapiyası da təşkil olunur. Bəs qum hardadır? Qum bu stolun içərisində yerləşir. Gördüyünüz kimi qum terapiyası üçün xüsusi qum təşkil olunub. Burada isə uşaqlar üçün müxtəlif, gördüyünüz kimi kitablar var, içərisində nağıllar da var. Və eyni zamanda inkişaf etdirici oyuncaqlar da vardı. Bu otaqla da tanış olduğumuza görə gəlin keçək növbəti otağımıza. Digər otağımız harmoniya adlanır. Gəlin otaqla yaxından tanış olaq. Bu otaq sadəliyi və rahatlığı ilə seçilir. Burada yalnız fərdi seanslar keçirilir. Harmoniya ilə də tanış olduğumuza görə gəlin keçək növbəti otağımıza. Bu otaq digərlərindən bir qədər seçilir. İnkişaf adını verdiyimiz bu otaqda seanslar keçirilmir. Bu otaqda komandamız yeni layihələr planlaşdırır, müzakirələr aparılır və bütün yeniliklər məhz bu otaqdan çıxır. İndi isə səni komandamızın ən çox sevdiyi məkanla tanış edəcək. Bura isə mərkəzimizin mətbəxidir. Hər gün nahar vaxtı komandamız bu stol ətrafında toplaşır, yemək yeyir, çay içir və söhbət edir.
Nəhayət gəldik mərkəzimizin balkonundan açılan gözəl şəhər mənzərəsinə. Ümid edirik ki, bu video sayəsində mərkəzimizlə daha yaxından tanış ola bildin. Səni mərkəzdə görməkdən şad olarıq. Görüşə yazılmaq və ya ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağın kifayətdir. Növbəti videolarda görüşənədək.